Salam yoldaşlar. Azərbaycan izahını biraz əvvəl yerləşdirdik. İndi ədəbiyyat izahına baxırıq. Deməli belə, başlayaq. Haqverdiyevin bomba əsərinə aid doğru fikirlər bizdən soruşur. Usta Feyzullah ilə ədavət olan, baxın ədavət yox idi, onun üçün anı biz çıxırıq ədavət sözünə görə. Məhdud dünya görüşə malik olan Kərbəlayı Zal fərasətsizdir, bu doğru fikirdir. Usta Feyzullah özü də çuvalların içində nə olduğundan xəbərsizdir. Xeyr, çuvalların içində qarpız olduğunu bilirdi. Ədalətsiz iş gördüyü üçün arvadı Kərbəlayı Zalı tənqid edir, elə bir şey yoxdur. Deyində çıxan Kərbəlayı Zal xalqın mənafeyini güddü. Baxın, xalqın mənafeyini düşünmür. Ona görə eyni çıxırıq, cavabımız olur B variantı. Nəsimdən Sıxmazam qəzəllə bağlı yanlış fikir bizdən soruşur. Başlanğıcın varlığın sahibi olanla başlayır. Bu doğru fikirdir. Lirik qəhrəman varlığı və yeri öz əlaməti kimi dəyərləndirir. Doğru olacaq. Burada bilirsiniz yanlışındır. Burada yanlış E olacaq məncə. Bütün yaradılmışlar yer üzünün əşrəfi kimi təqdim edilir. E olacaq bunun cavabı. Şeir vahidi və janrı eyni olsun. Burada janrı eyni deyil deyə çıxırsınız. Bura Cuşqıl müxəmməsdir, ana müxəmməs deyil. Əkinçinin ağrımaz şeir vahidi eyni deyil. Yağış yağarkən dağlar şeir vahidi eyni deyil. Türkün dili ilə söz qəzəldir, həm də şeir vahidi eynidir. Əfəndiyevin Xoşban Natəvan əsərində Seyid Hüseyin və Knəz Xasay üçün obrazlar üçün ortaq olmayan xüsusiyyət. Vətənpərvərlik ilə diqqət çəkir. Hər ikisi Natəvan astığı məktəbdə çalışır yalnız Seyid Hüseyin. Şuraya təqibdən qurtulmaq üçün gəlib. Bu da Seyid Hüseyin. Təmiz məhəbbəti sevir. Hər ikisi şairlər məclisində iştirak edir. Yalnız Seyid Hüseyin. Cavab olacaq 2, 3, 5, yəni C variantı. Nizami Gəncəvi Xətai üçün ortağı bizdən soruşur. Eyni ədəbi dövr olmayacaq. Biri qədim dövr, digəri orta dövr. Eyni adlı əsər müəllifi deyil. Həm əruz, həm hecada. Gəncəvi, Nizami Gəncəvi hecada yazmayıb. Ana dilində əsər yazmaq Nizami Gəncəvi ana dilində yazmayıb. Həm lirik, həm epik. Nizaminin poeması və eyni zamanda Xətainin də poeması var. Basatın Təpəgöz öldürü boyda ən son olan bizdən soruşur. Basat Təpəgözü necə öldürmək mümkün olduğunu soruşur. Ümumiyyətlə, belə deyək də, deyir ki, bunun ətdən olan bir yeri var, amma onlara deyirlər ki, gözü ətdəndir. Təpəgöz Basatla suyu qardaş olduğunu deyir, Oğuz elini çəkdirdiyini etiraf edir. Birinci B olur, onun davamınca C olur. Təpəgöz Basata günbəzdən qızıl olduğunu söylür, bu lap əvvəldir. Basat oxla qılıncın zəncirini qırır, bu da C variantından əvvəldir. Ən son bura C olacaq. 67. Məncə ondan qəzəl haqqında yanlış. Deməli belə. Bütün beyikləri yarın cəfa verməkdən usanmadığını mübaliğələrlə ifadə edilir. Cavabı olacaq. Bütün beyiklər fikri yanlışdır. Ayrılış gecədə keçirdiyi hissləri mübaliğəli yola təsvir edir. Deyir, gözümdən qanlı axar su. Bu doğrudur. Aşıq həyəcanlı elə təsir dillə bəyan edir ki, inanmaq mümkün deyil. Bu da doğru olacaq. Yara canına münasibətdə sufiyana məhəbbət əlamət duyulur. Doğrudur. Cəfasından usanan aşıq bəli usanır, amma yolundan dönmür. Ernest Hemingway'in Qoca Dəniz əsərində baş qəhrəman Santiago haqqında doğrunu bizdən soruşur. Baxaq. Dənizi ürəkdən sevir, mübarizdir, bəli. Bəzən dənizə rəqib kimi baxır. Xeyr, dənizə rəqib kimi baxmır. Dənizə rəqib kimi köpək balığının qaraciyərlərini axtaran gənclər dənizə rəqib kimi baxır. İkinci çıxacaqsınız. Heç zaman şikayətlənmir, bəli, 3-ü götürürsünüz. Gözlənəş gənclik etirazı sönməmiş, 4-də doğrudur. Əsl təhlükə, xeyr, belə bir şey yoxdur. Cavab olur 1, 3, 4, yəni A variantı. Axundzadənin komediyalarla bağlı uyğun fikirlərin arıcılığı bizdən soruşur. Deməli belə. Gülüş hədəfi komik plana təsvir olunur. Tamahkar ikiyüzlü tacir, bu Hacı Qaradan söhbət gedir. Yəni mərdi xəsisdən. Bir yazacaqsınız bura. Köhnə qaydalar, zorakılıq. Baxın, xanlıqlar dövründən götürən Vəziri Xan Lənkərandır. Bunu yazacaqsınız bura. Gerilik, cahilət, gülüş hədəfinə çevrilir. Gənclər inkişafa meyilli. Bu Müsyo Jordandan gedir. Yazacaqsınız bura. Məişətdə köhnə qaydalar. Bu da aid olacaq. Xırs, quldur, basana. 4, 3, 1, 2. Yəni D variantı. Digər suala baxaq. Cədvəldə hansı fikirlərin yeri dəyişdirilsə uyğunluq bərpa olar? Bolu bəy Koroğlu'nun gətirməyin qarşısında Hasan Paşadan qızını istəyir. Baxın, Bolu bəy Hasan Paşadan qızını istəyəcəkmi? Bolu bəy Hasan Paşadan qızını istəmir. Birinci, deməli, hələ Həmzənin qırata qaçırması qolundan söhbət gedirsə, ora baxsaq, burada belə olacaq da, Bolu bəyin düzdür, Hasan Paşanın qızının xoşu gəlirdi. Ona bir xəbər göndərmişdi, amma o demişdi ki, iti görüm, qurdu görüm, Bolu bəyi görməyim.
Bolu bəy də bunu Hasan Paşaya deməmişdi. Yəni Hasan Paşanın qızını istəməmişdi. Yəni ona görə əslində Hasan Paşanın qızını istəyir fikri yanlışdır ümumiyyətlə. İkiyə bax, Mehdər Murtuz Çənlibelin yolunu yaxşı tanıyan obraz kimi təqdim edilir. Baxın, Mehdər Murtuz haqqında məlumat verəndə keçirilən qırat qaçırması qolunda bura deyirik ki, bu Mehdər Murtuz 7 il Mehdəriyev və Çənlibeli yaxşı tanıyır. Belə təqdim olunur. Amma məsələ buradır ki, Koroğlu'la Bolu bəy qolunda da gecə vaxtı Bolu bəy öz qoşunuyla Çənlibelə çatanda orada Mehdər Murtuz tanıyır, deyir, bura Çənlibelin yaxınıdır, gecə vaxtı hücum eləməyək. Yəni buradan belə çıxır ki, əslində digər qoldadır. Yəni Koroğlu'la Bolu bəy qolunda da Mehdər Murtuz Çənlibeli tanıyır. Amma Mehdər Murtuz Çənlibelin yolunu yaxşı tanıyan obraz kimi təqdim olunması bunu keçənlərin qırat qaçırmasına görəcəyik. Digəri biz onun öz nitqindən bilirik. Məncə bunu ikini keçənlərimizə yazsaq daha yaxşı olar. Digər üçdə problem yoxdur. Digər fikirlərə də baxsanız, burada Koroğlu təsadüfən qarşılaşdığı düşmənə özünə qoruqçu kimi təqdim edir. Burada deyil, Koroğlu'la Bolu bəy. Ona görə bunun cavabı mən 2-6 fikirləşirəm. Nizami Gəncəvin İsgəndərnamə əsərində iştirak edən obrazlarla bağlı doğru fikrə baxaq. Feyləqus Dehqan vergisini ləğv etdirir. Xeyr, Feyləqus ləğv etdirməyəcək. Vergini İskəndər ləğv etdirir. Dara sərxoş düşmən üzərində adi quldur kimi qələbə salmaq razılıq verir. Bu fikir İskəndərə aiddir. Ərastu Zənci orusun say çoxluğundan qorxuya düşür. Xeyr, İskəndər öz qorxuya düşür. Nüşabənin ağlına heyran qalan İskəndər Bəylənin toxunmazlığına fərman verir. Doğrudur. Bəylə gəldiyini eşidən Nüşabə onunla görüşə gedir. Xeyr, görüşə getmir. Səhvdir. Vaqif pyesində verilmiş hadisələrin düzgün ayrıcılığını bizdən soruşur. Deməli belə, Xuraman öz bəxtindən şikayətlərini Vaqifə bildirir. Bunu yazaq bura. Əli bəy İbrahim xanın qaçma xəbərini Eldar və onun adamlarına çatdırır. Bu sonlara yaxın bir yerdədir. Bunu təxmini yazaq bura. Qoca kəndli Qacaran yanğınların qırğınları dayandırmasını istəyir. Bu 3-2-dən əvvəldir. Vaqif yazdığı məktubda Gülnara verərək onu Eldara çatdırmasını istəyir. Bu ən sonlarda bir yerdədir. Vaqif əvvəl oğlunu deyil, özünü öldürməsini cəlladdan istəyir. Bu 5 variantın içində ən son deyil, bu 5 olmalıdır. Ona görə 1, 3, 2, 4, 5 cavab olacaq E variantı. 73-ə baxaq. İblisə səhv soruş. Baxın, biz həmişə deyirik ki, Arif kamil insana çevrilir fikri yanlışdır. Ona görə cavab olacaq C variantı. Oktay Aloğlu'nun uyğunsuzluğu soruşur. Oktay aktyorluq səbəb, Oktay aktyorluq edir. Nəticədə Əmsu nişanlısını özgəyə ərə verir. Aktyorluq edir, qadın paltar geyinir, ona görə. Qadın paltar geyinir də yazılsaydı daha yaxşı olardı. Səvər qardaşının teatra qayıtmasını istəyir. Xeyr, Səvər ondan istəmir. Cavab olacaq bu variantı. Namərd cürəsində yanlışı bizdən soruşur. Mürşid Nəcibliyin xeyirxahlığın hökm sürdüyü mühitdə bədxah mənəviyyatla gəlmişdir. Ona görə yaxşılığı onudur. Bir doğrudur. Niftalı çoxu namərd cürəsilə ölməyi özünə yaraşdırmır. Kərəmə deyir, onu alından vursun. Bu da doğrudur. Mürşid Niftalı çoxa çovut cavab verir. Niftalı çoxa sərt şəkildə ona həddini bildirir. Bəli, onu döyür. Mürşid ona yardım elə uzadan insanın qatilini çevirir. Çevrilər etdiyi hərəkətin cəzası olaraq Kərəm tərəfindən öldürür. Xeyr, öldürülmür. Kərəm deyir, onsuz da Niftalının adamları bunu tapıb öldürəcək. Ona görə əlimi qana bulamayım. Cavab olacaq A variantı. Hansı haqqında anlat yoxdur? Mübarizəyə, döyüşə çağırış, qələbəyə inam olsun, qaytar mənim qüdrətim Azərbaycan. Ayrı-ayrı insan talihlərinin təsvirinə xeyirxahlıq və bədxahlıq, mərdlik bu olacaq. Elə namərd gülləsiz. Adi bir əhvalatla başlayan bu əsərə sadə peş adamın ədəbi qəhrəman çevrilməsi Talvardakı Əlabbas kişi olacaq bu. İnsan və onun təbiətə münasibəti bu olacaq zəhər. Deməli, nə yoxdur? Zeynəlabdin aid fikir yoxdur. Azərbaycan bayrağına aid şeirlə bağlı səhv soruşur. Ulduz ayın qoynuna sığınmış kimi, bəli, Allahın yıldızı o gözəl pərə sığınmış qoynunda aya bayrağın, bir doğrudur. Əruzda deyil, içini götürün. Vətənin gözəlindən Azərbaycan şeirinə danışır, burada danışmır. Üçü götürün. Bayrağın kölgəsi, öpüm kölgən düşən mübarək yeri, müqəddəs yeri, bu doğru fikirdir. Bayraq olan sevgi, vətənə məhəbbətin simvolu kimi, bu da doğrudur. Cavab olacaq 2-3. Uyğunluğun pozulduğunu deyir, təşbih işləmişdir. Camalın günəşdir, günəş kimidir, təşbihdir. Qəmərdir üzün. Sən cavansan, dünya qoca dünyadır. Sən cavan ola bilərsən, bura problem yoxdur, amma qoca dünya təşbih olmayacaq, epitet olacaq. 3-ü seçin. Mən illər bağında azad bir quşam, quş kimiyəm. Bu metafor olmayacaq, təşbih olacaq. Zümzümənlə şirin-şirin dilən yağış, bu metafor. Cavab olacaq 2-3, yəni B variantı.
Digər suala baxaq. Qafqaz müsəlmanı xitab neylərdən ilah? Birisi Qafqaz müsəlmanı xitab məsnən formasına qafiyələnib. Amma neylərdən ilah qəzəl formasına. Əruz vəznindədir. Şeir vahidi beyti bu hər ikisinə aiddir. Ortağa yazın. İctimai satira deyirsə neylərdən ilahdır? Satira. Bunu da yazın bura. Cəlddən xilas olmanın yolları. Bu aiddir Qafqaz müsəlmanlarına xitaba. Məsnən formasına qafiyələməkdir. Qafqaz müsəlmanlarına xitaba aiddir. Məzlumun zalımın zülmə dözməsinə etiraz. Bu da neylərdən ilahiyyə? 1C-dır, 2A, 3B-E. 1C-dır, 2A, 2B-E, 1C-dır, 2B-E, 3A. Cavab olacaq E variantı. Digər suala baxaq. Dağlar qoşmasıyla bağlı doğru fikir soruşur. İlin bütün fəsilləri, xeyr, bütün fəsildən danışmayacaq. Həm rədif, həm də müraciət obyekti deyil. Xeyr, həm də müraciət obyektidir. Dağların kimsəsiz görkəmində insan kədəri vəhdətə təqdim olunur. Cavab C olacaq. Kədərli motiv şeirdə satirik ovqat yoxdur. Dağ adı çəkilmir, xeyr, dağ adları çəkilir. Hikməti Fəzlətlinin məzmunu ilə bağlı doğru fikir. Qoca hünərin dünyada hər şeydən lazımlı olduğunu deyir. Deməli, hünərin hər şeydən lazımlı olduğunu deyir. Hər şeydən lazımlı. Deməli, hər şeydən lazımlı hünər deyil. Hər şeydən lazımlı həqiqətdir. Bunu çıxın. Şah öz üzüyünü müdrik bir insana hədiyyə etmək üçün məcbur qurur. Şah öz üzüyü deyildi, həkimin üzüyüdür. Qoca vəzir olmaqdan imtina edib, xeyr, imtina eləmir, səhvdir. Şah suallara müdrik cavablar verən qocanın qarşısına təzim edir, doğrudur. Qoca həqiqətin hər şeydən xeyirli olduğunu deyir. Baxın, belə deyək də, hər şeydən lazımlı həqiqətdir. Yaxşı. Xeyirli olan da hünərdir. Ona görə cavab olacaq elə burada D variantı. 82-yə baxaq. Müqayisə cədvəlinə əsasən nöqtələrin yerinə yazıla bilər. Səadət xanım təhsil almış bir obraz tədbirli olması ilə diqqət çəkir. Doğru fikri doğru olaraq davam etdirməliyik. Ortaq da doğrudur. Yəni hamısı doğrudur, biz doğru olaraq davam etdirməliyik. Nişanlısının arzu və heç bir nişanlı, daha doğrusu bu nişanlı deyil, yəni arzu və əməllərini hamıdan çox duyur. Bu hissəsi aiddir səadətə, sadəcə nişanlı deyil deyə ana çıxacaqsınız. Bu İsmətə aid edə bilmərik. Sevmədiyi şəxsdən birbaşa sevgi etirafı eşidib onu rədd edir. Hər ikisi B-ni yazın bura. Sevgisini ona etiraf edən şəxs öz dostunu Məcnun adlandırır. Bəli, Orxan İzzəti Məcnun adlandırır. Hətta orada İsmətə deyəcək ki, sənin dostun elə belə olar da. C-ni yazın 3-ə. Sevdiyi adamın ölümündən sonra ömrünün uzun olmayacağı qənaətindədir. Bu aiddir səadətə. Ölüm ayağın. Sevdiyi adamın ölümündən sonra ömrünün uzun olmayacağı qənaətindədir. Bunu dedik səadətdir. Ölüm ayağında olan sevgilisi tərəfindən adı dilə gətirilir. Hər ikisinin adı dilə gətirilir. Ona görə eyni yazın ortağa. Bir dəfə orada İsmətin adı çəkiləcək. Deməli, burada cavab olur 1D, 2B, 3C. Zəhər hekayəsində Meşəbəy obrazla bağlı doğrunu bizdən soruşur. Baxaq. Atın ölümünə daşlama günahlandırır. Xeyr, meşəyə və atına olan xüsusi bağlılığı diqqət çəkir. Asırqalı məhv etmək qərarına gəlir. Belə bir şey yoxdur. Bayatı, bəli, bayatı ölümdən bəhs etdiyi üçün onu oxumur. Oğlanların günahkar bilmir. Cavab olacaq burada 2 və 4. 84-ə baxaq. Şəhidlər istiqlal nəyi soruşur? Doğrunu bizdən soruşur. Gülüstanın davamı kimi yazılan şəhidlər deyil, istiqlaldır. Bunu çıxın. 2 doğrudur. Deyir ki, 20-də olan şəhidlərə, 18-də olan şəhidlər qucaq açdı. Ana dilimizin yüksək məqamlarda işlənməsinə təəssüf hissi 3-də doğrudur. Gələcəyə inam hər üçün olmalıdır. Yanlışdır. Süjet xəttinə yer verilməyib. Lirik poemada bəli, bu doğrudur. Cavab olacaq 2, 3, 5. 2, 3 və 5. Mən bizim alar günəşi tanıtıram, doğrunu soruşur. Yalnız öz adından deyil, bütün ev adlarının adından danışır. Bir doğrudur, bəli. Əsərdə anaların yalnız sevincli, xeyr, sevincli yox, əslində kədərli günlərdə təsvir olunur. Əlləri qabaran, tozlaşan analara heykəl qoymaq istəyini dilə gətirir, doğru. Övladları döyüşdən geri dönməyən analar, bir cəzilə saç ağardan analar kimi təsvir olunur. Bu da məncə doğru olacaq. Müəllif oğul itirib, gəlinsiz qalan anaları nəğmələrlə vəsf etmək istədiyini bildirir. Yanlışdır. Cavab olacaq 1, 3, 4. 86-ya baxaq. Azərbaycan Xalq Konqresinin nümayəndə seçilir. Azad. Azərbaycan Xalq Konqresinin fərdi, daha doğrusu bunu çıxın. Sözlə ifadə edə bilmədiklərini öz əməlində göstərir. 2-ni götürün, söhbət Azaddan gedir. Fərdə bunu sözlə deyə bilirdi. Azadın ölüm xəbərini təəssüf hissi anasına çatdırır. Xeyr, Azad deyir öldüyüm anama demə. Tehran mürtəzilərinin orada törətdiyi fəsadlar səbəblə Zəncana göndərilir. Bu doğru fikirdir.
Həyatın mənasını doğma vətənin səadəti üçün çalışmaqda görür. 5 də doğrudur. Cavab olacaq 2, 4, 5. Digər suala baxaq. Açıq kitabda uyğunluğu bizdən soruşacaq. İşi milis idarəsində olan Vahidi zəmanətə götürür. Söhbət Səttərzadədən gedir. Ürək layihəsinin qalib layihə seçilməsinə təəccüblənir. Bunu yazaq Vəzirbəyliyə. Vahidi müsabiqədə görmək istədiyini açıq-aşkar dilə gətirib. Bunu da yazaq Vəzirbəyliyə. Toy məclisinə gənclərə öz tarına tar vermir. Kitab verəcək. Vaxt olmadığı üçün ona göndərən layihəyə baxılmış. Söhbət Poladovdan gedir. 1E, 2A, 3BC. Situasiyanı çəkmirəm. Situasiyaya baxarsa, situasiya rahat olur. Baxın, əlavə nə iradınız var, nə anlamırsınız. Onu şərh bölməsindən qeyd edin, cavablandıraq. Şərh bölməsində Telegram kanalın linkini qeyd edəcəm. Ora keçə bilərsiniz. Maraqlı suallar paylaşılır. Abunə olun, bəyənin demirəm. Zaten baxsanız, xoşunuza gəlsə abunə olacaqsınız, bəyənəcəksiniz. Sağ olun.